Allahla başla danışmağa. Gözəl adlarla onu çağırmağa. Sən mehribansan, mən yaxşı bəndə deyiləm, bağışla. Nələr verdin, nələr etdin. Harda, hansı hadisələrdə əlimdən tutdun. Mən səninlə necə rəftar elədim. Ya vasiyəl məğfirə. Ey məğfirəti geniş olan Allah. Ya basitəl yədeyni bir rəhmə. Rəhmətini iki əli ilə bizə uzadan Allah. Bir əlinlə belə versən, üzvü çevirirsən, versən. Bir o iki əlinlə nəsə gətirsən bir şey versən. Bu nədir? Qarşı tərəfə ehtiramdır, şəxsiyyət verməkdir, dəyər verməkdir. Deyirsən, iki əlinlə bizə üz tutursan. Həm iki əlinlə bizi yarattın. İndi hansı əl o mənada yox. Cəlal, Cəmal əli. Xələqtukə biyədeyyə. İki əlimlə səni xəlq eləmişəm. Ondan sonra xəlq eləyəndən sonra iki əlimlə sənə rəhməti verirəm. Sən bir üz çevirirsən mənə. Sən niyə məndən üz çevirirsən bəs? Üzü mənə tutmaqdan üz çevirirsən məndən. Fəvi izzətikə ya seyyidi. And olsun sənin izzətvə, ey mənim Allahım. Ləv nəhərtəni ma bərihdu min bəbikə. Allah, qəşəng duadır, məsumlar. İlahi, birdən məndən üz çevirsin, qovsan qapından, mən sənin qapından gedən deyiləm. Və la kəfəfdu ən təməllüqikə. Mən sənin qapından əl çəkən deyiləm.